yaradıcılığı bulağı. Hərdən yadına qədim bir el mahnısı düşür, ya da bir bayatı, bir bənd şeir deyirsən. Lap elə bir misra, Xəstə Qasımdan, Farqanlı Abbasdan, Ələskərdən. Beləcə bu qədim el mahnısı da, bayatılar da öz qüdrəti ilə səni sənətə bağlayır. Şifahi ədəbiyyatımızın dərin kökləri var. Elə bir ev tapılmaz ki, orada nağıl danışılmasın, bayatı, şeir deyilməsin. Şifahi ədəbiyyatımız əsrlər boyu igidlər, qəhrəmanlar tərbiyə edib. Qoşmalar, bayatılar, nağıllar onlarla birgə vuruşub, onlarla birgə döyüşüb. Böyük Vətən müharibəsi illərini xatırlayın. Əskərlərimiz Koroğlu qoşmaları ilə, Koroğlu cəngisi ilə döyüşə atılırdılar. Sosializm zəhmətkeş kütlələr üçün mənəvi sərvətlərə nəinki geniş yol açmış, həm də onları bilavasitə mədəniyyət yaradıcılarına çevirmişdir. Sovet İttifaqı Komünist Partiyası 24-cü qurultayında deyildiyi kimi, bədii xalq yaradıcılığının görünməmiş vüsəti bunun üçün parlaq sübutlardan biridir. Hazırda Respublikamızın bədii öz fəaliyyət kollektivlərində 50 mindən çox həvəskar çıxış edir. İndi müasir dastanlar yaranır, bugünün dastanı, bugünün nağılı yaranır. Yaradıcı adamlar, əmək qəhrəmanları haqqında yeni dastanlar deyilir, xalqımız indi daha böyük həvəslə yaratmaqdadır. Gələn verilişlərimizdə bugünün nağıllarından, bugünün dastanlarından, bugünün bayatılarından ayrıca danışacağıq. İndi yaranan nağıllar da başqadır, dastanlar da. Xalqımız öz sevincini ifadə edir, qəhrəmanlıqdan, qələbələrdən danışır. Xalq sənətkarları, aşıqlar bu imkanlardan istifadə edərək xalq təfəkkürünün hikmətini, düşüncəsini sevə-sevə tərənnüm edir. Bildiyiniz kimi, xalq yaradıcılığı təkcə aşıq havalarından, el mahnılarından ibarət deyil. Onun nağılları var, xalçaçılıq sənəti var, xəttatlığı var, nəqqaşlığı, zərgərliyi var. Bunların hər birindən çox-çox danışmaq olar və lazımdır. Şifahi ədəbiyyatımız elə bir dünyadır ki, orada sirlər var, sorğular var. Şifahi ədəbiyyatımızın yaşadığı dünya deyəndəsə, bu nümunələri illərdən illərə, əsrlərdən əsrlərə keçirib gətirən ürəkləri nəzərdə tuturuq. Nağıllı, bayatılı nənələrimizi, sözlü, söhbətli, yanı yığnaqlı, dastanlı babalarımızı nəzərdə tuturuq. Bugünün xalq sənətkarlarını nəzərdə tuturuq. Xalq yaradıcılığı qaynaqları çox dərin qatlardan, suxurlardan axıb gəlir. Ona görə də olduqca duru, olduqca şəffafdır. Siz şair Osman Sarıvəllini dinləyirsiniz. Atalar sözləri, bayatılar, o cümlədən oxşamalar, laylalar, ağlardan tutmuş, ta mürəkkəb aşıq formalarına qədər, o cümlədən qoşmalar, gəraylar, müxəmməslər və dastanlarımıza kimi bu çox zəngin və çox qədim irsdir. Bunu öyrənmək vacib və lazımdır. Yeri gəlmişkən dastanlar haqqında bir-iki söz demək istəyirəm. Adətən dastanları aşıqlar çox geniş bir miqyasda başlayırlar, söyləyirlər. Bunu öz maraqlı söhbətlərindən, Qaravəllilərinlə zənginləşdirirlər. Bu da dinləyiciləri maraqlandırır, cəlb edir. Ona görə də onun tamaşaçıları, dinləyiciləri onlardan ayrılmaq istəmir. Dastanların ifası məsələsinə bacarıqlı aşıqları cəlb eləmək lazımdır. Bilən aşıqları cəlb eləmək lazımdır.
Burada dəstanı elə belə söyləmək yox və elə belə oxumaq yox. O aşıq dilindən, aşığa xas maneralardan, tərzlərdən istifadə olunsun, dəstanlar quru çıxmasın, yaxşı çıxsın, mənalı olsun. Radyo Komitəsinin Xalq Yaradıcılığı klubunu təşkil etməkdə çox gözəl bir iş gördüyünü indidən demək lazımdır. Bu gözəl təşəbbüsdür, təqdirə layiq təşəbbüsdür. Mən əminəm ki, bu klub xalqımızın zəngin, rəngarəng yaradıcılığını öyrətməkdə, həm öyrənməkdə və həm öyrətməkdə çox faydalı işlər görəcəkdir. Söz yox, belə bir radyo jurnalının təşkili çox sevindirici təşəbbüsdür. Mənə belə gəlir ki, jurnal radyo dinləyicilərinin hər tərəfli mədəni inkişafı işinə böyük kömək göstərə bilər. Bəstəkar Əfrasiyab Bədəlbəyli. Məlumdur ki, Sovet adamının ahəngdar inkişafı və estetik duyğusunun, onun estetik tələbatının çox cəhətli ödənilməsi işində musiqi sənətinin də böyük rolu vardır. Burası da məlumdur ki, Azərbaycan xalq musiqisi bir-birinə bağlı olan iki nəhəng qoldan ibarətdir. Bunlardan biri aşıq yaradıcılığı, aşıq sənətkarlığı, aşıq sənətidir ki, o birisi də sözün əsl mənasında muğamatdır. Muğamatın da ifaçılıq işi bildiyiniz kimi xanəndə və sazəndələr üzərinə düşür. Məncə hər iki qol özlüyündə iki nəhəng sənətə əsaslanır, musiqi və şeir. Bu baxımdan mən dostum Osman Sarıvəllinin aşıq yaradıcılığı haqda söylədiyi tamamilə düzgün və dəqiq olan fikirlərinə əlavə olaraq bir məsələni qeyd etmək istəyirəm. İş burasındadır ki, aşıq sənəti, aşıq yaradıcılığı özlüyündə çox mürəkkəb sənətdir. Xalq aşığı öz yaradıcılığında şairlik, nəğməkarlıq, çalğıçılıq, bədii qəraət və yeri gəldikdə rəqs, yəni xoreografiya sənətlərini üzvi surətdə, sintetik tərzdə birləşdirir. Lakin buna baxmayaraq, bu sintetik yaradıcılıq və aşıq sənəti nümunələri çox vaxt ədəbiyyatşünaslarımız və bəzi hallarda hətta sənətşünaslarımız tərəfindən nədənsə, necə deyim sizə, bir tərəfli, yəni yalnız mətninin təhlili yolu ilə öyrənilir və aşıq yaradıcılığının musiqi hissəsi nədənsə yaddan çıxarılır. Halbuki iki sənət əsərinin xəlitəsi olan və üzvi surətdə birləşərək vəhdət təşkil edən xalq lirikası küllü halında vahid bir sənət nümunəsi kimi nəzərə alınmalıdır. Eləcə də muğamat. Osman Sarıvəllinin dediyi kimi, mən də bu fikirdəyəm ki, xalqımızın zəngin folklorunu, xalqın gözəl sənət, ədəbiyyat ənənələrini öyrənməyin, xalqa çatdırmağın çox böyük əhəmiyyəti var. Sənətşünaslıq doktoru Mürsəl Nəcəfov. Bunu da deməyə ehtiyac yoxdur ki, folklor təkcə ədəbiyyatda deyil, eyni zamanda folklor nümunələrini biz xalqımızın bütün mənəvi fəaliyyətində izləyə bilirik. Məlumdur ki, Azərbaycanda musiqi folkloru çox zəngindir. Eyni zamanda folklor nümunələrini daş oymalarında, xalça sənətində, zərgərliyində, miskərliyində, şəbəkə sənətində və s. və s. bu kimi gözəl sənət əsərlərində izləyə bilirik, görə bilirik və bu nümunələr, yəni xalq sənətinin gözəl nümunələri bizi bugün də bağlı edir. Lakin mən onu da demək istərdim ki, məqsəd bu klubda yalnız xalq sənətinin nümunələrini, xalq sənətinin ayrı-ayrı xəzinəsindən gələn ayrı-ayrı zəngin nümunələri öyrənməklə biz kifayətlənmirik. Eyni zamanda dövrümüzə, zamanımıza layiq olan, yararlı olan ənənələri davam etdirmək, sənətlərin müxtəlif sahələrində bu sənətlərdən, bu ənənələrdən öyrənmək məsələsində qoymalıyıq. Çünki əsas məqsəd, yenə təkrar edirəm, təkcə keçmişi öyrənmək, yavaş-yavaş bəziləri aradan çıxan bu sənət ənənələrini öyrənmək deyil, eyni zamanda, təkrar edirəm, bu sənət ənənələrinin ən mütərəqqi formalarından
bugünkü sənətimizin, bugünkü mədəniyyətimizin inkişafında, tərəqqisində öyrənmək, istifadə etmək məsələsində qoyuruq. Ona görə mənə belə gəlir ki, bu klubumuzun məşğələlərində biz deyək ki, xalça sənətinə, daş oyma sənətinə, şəbəkə sənətinə, zərgərlik, misgərlik sənətlərinə və başqa bu kimi tətbiqi dekorativ sənətlərə yer verdiyimiz kimi, eyni zamanda etnoqrafiyanın müasir problemlərinə də biz toxunmalıyıq. Məişətimizdə, xalqımızın həyatında, xüsusilə kənd yerlərində, məişətdə işlədilən, tətbiq olunan bütün ənənələri, məişət ənənələrinin möhkəm öyrənilməsi və onların davam etdirilməsi məsələlərində biz qoymalıyıq. Nəhayət, mən akademiyanın Memarlıq və İncəsənət İnstitutunda olan bəzi şöbələrin də bu klubun fəaliyyətində çox faydalı olmağını nəzərdə tuturam. Misal üçün, deyə bilərəm ki, bizim institutda musiqi folkloru şöbəsi var ki, bu folklor şöbəsinin əməkdaşları Azərbaycanın kənd yerlərində, ucqar yerlərdə musiqi folklorunu toplamaqla və bunların gələcəkdə işlənib xalqa çatdırılması ilə məşğuldurlar. Keçən il bizim institut əməkdaşlarının bir qrupu Lənkəran Masallı zonasında bir çox kəndlərdə çox gözəl mahnılar yazmışlar. Bu mahnıların həm musiqisi, həm də mətni çox maraqlıdır, öyrənilməyə layiqlidir və institut bu işlə məşğuldur. Bu il bir neçə gün bundan qabaq institutun bir dəstə elmi əməkdaşı, musiqi şünası, teatr şünası Naxçıvan zonası üzrə kəndlərdə bu işlə məşğuldur. Bu yerlərin də mahnılarını, musiqi folklorunu toplamaqla məşğuldurlar. Bundan başqa bizim teatr və kino şöbəsində, xüsusilə teatr şöbəsi üzrə qədim Azərbaycan teatrı, Azərbaycan xalqının tamaşalarını öyrənən işçilərimiz, əməkdaşlarımız var. Mənə belə gəlir ki, biz demək mədəniyyətimizin, folklorumuzun ədəbi, musiqi sahələri ilə yanaşı teatr tamaşalarını, xalq tamaşalarının onların mahiyyətini açmaq, onların müsbət, mütərəqqi cəhətlərini öyrənmək məsələsində burada qoymalıyıq. Hiss olunur ki, mənim də elə bu qısa dediklərindən hiss olunur ki, çox geniş üfüqlər bizim üçün açılır. Mütəxəssislərimiz bu sahələrdə xalqa böyük materiallar verə bilərlər və bizim bu klubun əlbəttə minlərlə, bəlkə milyonlarla həvəskarı ola bilər, toplana bilər və bizim verilişlərimizin faydası olar. Sənətşünas Əli Minayi. Mən də bu fikirdəyəm ki, bu çox gözəl təşəbbüsdür. Bunun kütlə üçün sadə, bədii dildə bir çox keçmiş ənənələrimizin müvəffəqiyyətlərini, nailiyyətlərini bədii epizod şəklində xalqa çatdırmağın çox mühüm xeyri ola bilər. Mən belə fikir edirəm ki, təsviri sənətimizdə, mədəniyyətimizin müxtəlif sahələrində, xüsusən tətbiqi dekorativ sənətə Mürsəl müəllimin dediyi kimi, elə mövzuları götürüb, onlara əyanı göstərməsi mümkün olmasa da, heç olmasa onların mövzularını təsvir yolu ilə və müəyyən lətifələr, ya bu və ya digər rəssam ya kalliqrafın, xəttatın həyatı ilə bağlı olan hadisələrin bədii təsviri ilə izah etmək olar və xalqa çatdırmaq olar. Mən belə gəlir, bu yolla kütlədə ümumi xalqımızın keçmiş mədəniyyətinin və ya ki, bəzi epizodik hadisələrdə ateizm motivlərinə, yəni bu gün üçün çox belə məna etibarilə lazım olan, dəyərli, ideoloji cəhətdən əhəmiyyətli bəzi fikirləri də məhz bu yolla, bu qrubun vasitəsilə kütləyə aşılamaq olar. Əziz dinləyicilər, bu verilişimizi bir yol kimi, geniş bir yol kimi təsəvvür edin. Elə bir yol ki, bütün ürəklərdən keçir
və inanırıq ki, bu yol bizi yeni nağıllara, yeni qoşmalara, yeni havalara, yeni bayatılara aparıb çıxaracaq. Neysə, yolçu yolda gərək. Batabat idi. Aşıq sazı köynəyindən çıxardı, eşiyə çıxdı. Gördü ki, bütün el həyat bacıya yığılıb. Dedi, ay el, görürəm yığınağımızda cavanlar çoxdur. Deyirəm, ustadnamədən başlayaq, hə? Qoy onlar ustadnaməni yaxşı yadda saxlasınlar. Aşıq olub, tərk-i vətən olanın əzəl başdan türkəmalı gərəkdir. Oturub durmaqda ədəbin bilə, mərifət elmində dolu gərəkdir. Xalqa həqiqətdən mətləb qandıra, şeytanı öldürə, nəfsin yandıra, el içində pak otura, pak dura, dalısın. Aşıqlar məclislərin bəzəyidir deyiblər. Uzun-uzun toy məclisləri, nağıl gecələri, aşıqların sözü ilə, söhbəti ilə gödəlir. Bir də baxırsan ki, ulduzlar batıb, ay çıxıb gedir. Aşığın sözü, söhbəti ilə səhər açılıb. Bir də baxırsan ki, həmin söz-söhbət dildən dilə düşüb, onu tək bir aşıq yox, bütün el oxuyur. Aşıq ayağı sınaqlı olar, yüngül olar deyiblər. Gəlin indi aşıq Hüseyn Saraçılını dinləyək. Söz sözü, söhbət söhbəti gətirsin. Koroğlunun sədəsi hər tərəfi bürümüşdü, aləmə yayılmışdı. Bir nəfər Abdül Xoca olur. Abdül Xoca mal düzəldir ki, Hindistana addasın. Ancaq Koroğlunun sədası pis gəlir. Deyirlər ki, yolu kəsir, mal mətahı yar eləyir, buraxır. Eləsi də var, deyir ki, bütün təmiz alır. Dedi, malımı aparıb yağıya verəcək, burada biraz da ucuz sataram, burada sataram. Bu ili mal mətahını satdı, getmədi. Dalki ili 7 qatar qəflə düzəltdi. Dedi, Koroğlu deyilən nə böyük adamdır ki, Koroğlu da məni kimi adam deyilmi? Koroğlu məni öldürərsə, bu da böyük addır ki, Abdül Xocuyu Koroğlu öldürdü. Mən Koroğluyu öldürərəmsə, Xotyardan böyük anəm alaram. Bəli, qəflə qatırı çəkib, yola düşür. Neçə gün yol gedirsə, orasını bir Allah bilir. Gedib düşürlər o yerə ki, Koroğlunun sərhəddidir. Buradan bənə qoyurlar keçməyə,
Keçən vaxtda ancaq gözü elə Çanlıbeldə idi. Koroğlunun adını eşidib, üzünü görməyib, çeşidini örgənibdir ki, bəli, bu nişanlı bir adamdır. Gözünün altından baxır, Çanlıbelə doğru ki, gəlib gedən yoxdur. O günü də Koroğlunun adı bəlli dəlləri Ərzuluma, Talana, Balğana gedir. Dəmirçoğlu, Dəli Hasan, Ayvaz balı, İsa balı, Kosa Səfər, Halay Pozan, Tuf dağıdan, Yüzüydə girici, yola sığışmaz. Adı bəlli dəlləri o günü Talana gediblər, Ərzuluma, Talana, Balğana. Buradan bunları gözləyir Koroğlu, Ağqayada təkcə oturub ki, görüm dəllər nə gec gəldi. Belə baxdı ki, bu tərəfdən böyük toz duman qalxdı, böyük karvan gəlir. Əmir verib Dəli Meytərə, qıratı yəhərrədib, 17 ziri təngini möhkəm elləyib, qılış qalxan, amut, liza, şeşbər, yay oxu, gürz, o vaxtın silahı bunları idi. Silahlanıb atı sürür karvana doğru. Ancaq Abdülxoca belə baxdı ki, bir atlı gəlir. Elə bil ki, bir dəli dağdır, dumanı başına alıb gəlir. Dedi, deyilənə görə deyəsən Koroğlu bu olacaq. Getirdi Koroğlu, əylə karvanı anasını satdığım dedi. Kimdir bu karvanın sahibi? Bəli, Abdülxoca irəli durub. Nə buyurursunuz, karvanın sahibi mənəm. Aya bilirsən mi bura haradır? Dedi, haradır, yoldur, gedirəm da. Bəh dedi. Aya Koroğlu adı eşitməyibsən, dedi, eşitmişəm, nə olsun ki? Bə bilmirsən ki, onun torpağından keçən, sərhəddindən keçən, badı, xarac, gömürük verməsə keçə bilməz. Belə deyinən dedi, 50 civinə atıb, arxalığın civindən bir qara şahalıq çıxartdı. Belə atdı, gəldi bunun qucağına düşdü, yəhərin üstündə. Koroğlu 50 aldı ki, bir qara şahalıqdır. Bu da sənin anəmin. Koroğlu belə baxdı, bu məni nə saydı? Bir yandan çox xoşuna gəldi ki, bu məndən heç qorxmadı. Bu mənə bu şayı verdi. Bu tərəfdən də çox acığı tutdu ki, bu dəyəm məni heç saymadı. Götürüb geri atır. Hoca dedi, ala dedi, bunu saqqıza verərsən. Gecə karvan gedəndə çeyniyərsən ki, yuxun gəlməz. Sağ ol dedi, götürüb şivinə qoyub, xanşalı irəli çəkib. Baxdı Koroğlu, bunun rəngi dəyişirildi, addım yaxın gəlir. Hoca dayan dedi. Dedi, nə buyurursunuz? Fikrindən keçən nədir? Dedi, hoca, bir fikir elə, mən atın üstündə, misir qılış belimdə, mən qoç Koroğluyam. Sən o xanşalla mənə nə eləyərsən? Dedi, sapı söydü olmasa, mən biləm nə eləyəcəm sən. Dedi, davanın şərti şürtü var, onu bilirsən mi? Dedi, necə bilmirəm. Nədir? Dedi, qavağı deyişdi, sonu döyüş. Dedi, çox gözəl bilirmişsən. İndi fırsan sənindir, yoxsa mənim. Bəli, Koroğlu götürüb Abdülxocaya nə deyəcək? Abdülxoca nə cavab verəcək? İndi sədir bala, de görüm, Abdülxoca olursa, yoxsa Koroğlu? Koroğluq sizə yaraşır. Çox doğrudur. Mən Koroğluyam, Koroğlu da məni kimi bığlı idi. Sən də Abdülxoca ol günən, götürüb burada Koroğlu nə deyəcək? Tümən düşür bana, dalanım böyle belir, yanay yay belir, yanay yay belir yol. Dalanım böyle belir, yanay yay belir yol. Şanlıbeldən gəldim sana, töhmalım bölək bəziryan. 500 tümən düşür mana, qalanını bölək bəziryan. Dedi, rəhmətliyin oğlu, dədənə dədəm borçludur. Hələ 500 manat ortadan götürürsən. Qalanına da yarı bölək.
Yeri gəlmişkən bir neçə kəlmə də Aşıq Hüseyn Saraçlının özündən. Orta yaşlıdır. Yəqin ki, onu televizorda görmüsünüz. Şeirlə, dastanla sinəsi doludur. Hələ ondan yeni şeirlər, yeni dastanlar çox eşidəcəyik. Də ki, sağlıq olsun. Borçalının Sarajlı kəndindəndir. Tbilisidən Artça üzü yuxarı dağlara sarı qalxsan, Borçalı obasına gedib çıxacaqsan. İri çınar ağaclarının dibində gizlənmiş kəndlər görəcəksən. Soğanlıq, Muğanlı, Daşlı qullar, Qaçağan, İmir Hasanlı, Faxralı. Yol oradan da qalxır düz Sarajlıya. Aşığı sorur, böyükdən kiçiyə hamı qulluğunda duracaq. Atalar boş yerə deməyib, el aşıqsız, söz naxışsız. Bayaq dedik ki, söz sözü gətirər. Atalar sözü ilə başladıq, atalar sözü ilə də qutaraq. El gözü tərəzi olur. Sir açandan el qaçar deyiblər. Yeməyini yalqız yeyən yükünü özü çəkər. Qaranlığa daş atmazlar. Torpağın qarası üz ağardar. Hörmətli dinləyicilər, verilişimiz sona yetir. Verilişimizdə siz də iştirak edin. Yenə son söz sizindir. Sizdən yeni qoşmalar, yeni bayaqlılar, yeni nağıllar, yeni dastanlar gözləyirik. Bizim də öhdəmizə çox iş düşür. Bir gün babalarımızdan, nənələrimizdən soruşduqlarımızı, öyrəndiklərimizi bizdən də istəyəcəklər. Bildiklərimizi xatırlayaq, eşitdiklərimizi danışaq. Qoy məclislərə, nağıl gecələrinə biz də əli dolu, ürəyi dolu gedək. Sağ olun. İşiniz avand olsun. Sizə həyatınızda yeni uğurlar diləyirik. Ünvanımız belədir. Mehdi Hüseyn küçəsi, nömrə 1. Radionun İncəsənət redaksiyası.